Belə bir sual, hamilə qalmazdan öncə uşaqlıq boynuna tikiş atıla bilərmi? İzləyici suallarımızdan biridir. Sualı verən izləyicinin nəzərinə çatdırıram ki, hamilə qalmazdan öncə tikiş qoyulması deyə bir metod yoxdur tibbdə. Uşaqlıq boynu serkülyajı, yəni uşaqlıq boynu tikişi 12-16-cı həftələr arasında müəyyən göstərişlərə görə qoyulur, icra edilir, yəni planlı serkülyajdan söhbət gedir, planlı uşaqlıq boynu tikişindən söhbət gedir. Yox, əgər sonrakı həftələrdə də əgər vəziyyət tələb edərsə, 16-26-cı həftələr arasında da təcili serkülyaj və yaxud da buna rescue serkülyaj da deyilir. Belə bir tikiş növü də icra edilə bilər. Yəni daha irəli həftələrdə də yenə də riskləri ölçüb biçərək, yəni uşaqlıq boynundan qoyulan tikişin fəsadları, yoxsa hamiləliyin bu şəkildə davam etməsinin müəyyən fəsadları, bunlar yəni ölçüb biçildikdən sonra irəli həftələrdə də qoyula bilər. Lakin hamiləlikdən öncə tikiş qoyulması deyə bir üsul yoxdur.